Dövlət Sosial Müdafiə Fondu DSM 2025-ci ilin ilk 4 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 231 milyon manat daha çox vəsait xərcləyib. Bu dövrdə fondun ümumi xərcləri 2 milyard 501 milyon manat təşkil edib. Xərclərin artması əsasən yeni sosial paketin icrasına başlanılması və pensiya təyinatlarının çoxalması ilə bağlıdır. Belə ki, bu ilin ilk aylarında 17.500-dən çox şəxsə yaşa əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin olunub. 2025-ci ilin ilk aylarından etibarən pensiyalarda artım müşahidə olunsa da ilin sonuna qədər daha bir artım qərarının verilməsi ehtimalı gündəmdədir. Qeyd edək ki, DSM-nin 2025-ci il üçün təsdiqlənmiş büdcəsində də artım nəzərdə tutulmuşdur. 2024-cü ildə 6 milyard 949 milyon manat olan illik xərc bu il üçün 7 milyard 676 milyon manata yüksəlib. Bu təxminən 10% artım deməkdir. Fondun gəlirlərində də müsbət dinamika müşahidə olunur. Yanvar-aprel aylarında gəlirlər proqnozla müqayisədə 13% çox olmaqla 2 milyard 715 milyon manata çatıb. Bəs xərclərin artımı qarşıdakı dövrlərdə hansı sosial təsirləri doğura bilər? Bəs xərclərin artımı qarşıdakı dövrlərdə hansı sosial təsirləri doğura bilər? Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimi qısa xəbər-aza açıqlamasında bildirib ki, cari ilin yanvar ayından etibarən pensiyaların məbləği artırılıb və ilin sonuna doğru bu sahədə əlavə qərarlar verilə bilər. Ümumiyyətlə, 2025-ci ildə bütün işləyən şəxslərin əmək haqqısının artım faizi qədər 2026-cı ildə pensiyaçıların pensiyaları artacaq. Bunu qanunvericiliyə salıblar və hər il avtomatik şəkildə bu davam edir. Bu o deməkdir ki, cari ildə maaşlar nə qədər artarsa, gələn il pensiyalar da məhz bu artım faizi ilə indeksasiya ediləcək. Hazırda əmək haqqlarındakı artım tempininə əsasən 2026-cı ildə pensiyalarda təxminən 10% artım gözlənilir. Ekspert qeyd edib ki, 2024-cü ilin sonunda ölkə başçısının imzaladığı fərman bu sahədə daha ciddi dəyişikliklərin də mümkün olduğunu göstərir. Xalid Kəriminin sözlərinə görə həmin fərmanla Nazirlər Kabinətinə 3 ay müddətində təqaüd və sosial müayinətlərin artırılması ilə bağlı təkliflər təqdim etməyə tapşırılmışdı. Amma bu məsələdən artıq 3 aydan daha artıq zaman keçməsinə baxmayaraq artım müşahidə olunmur. Bu yubanmaya səbəb neftin qiymətindəki azalma ola bilər.